Mənim əqidəm tək Allaha ibadət etmək, onun Rəsulunun yolunu getməkdir, bidətlərdən uzaq durmaqdır. Mənim dediyim odur ki, haqqı gizlətməyin, düzünü deyin, orucu gün batanda açmaq olar. Bax, bu əqidəsinin, yəni mənşəyi bəlli olmayan insan, Quran-ı Kərimdən xəbərsiz, Allah deyib və Allahdan xəbəri olmayan. Deyir ki, gün batanda demək, orucu açmaq olar. Amma Quran-ı Kərimdə tamamilə əksinə deyir və Bəqərə surəsinin 187-ci ayəsində buyurur ki, ثُمَّ أَتِمُّ الصِّيَامَ إِلَى اللَّيْلِ Yəni, öz orucunuzu gecə düşəndə artıq tamamlayın. Orada demir gün batanda. Əgər gün batanda olsaydı, onda şəms kəlməsi keçərdi və açıq-aşkar Quran-ı Kərimdə ayədə Allah deyir ki, yəni gecə düşəndə öz orucunuzu tamamlayın və gecə düşəndə də inşallah ki, namaz vaxtı olur və Allah həmd olsun ki, biz də həmin vaxtı öz orucumuzu açırıq və bunlar Ramazan ayı, yəni il boyu, yəni nə qədər ki, gələndə oruç tuturlar və öz oruclarını bu şəkildə batil edirlər və özləri batil olduqları kimi başqalarına da fətva verirlər ki, gün batanda oruclarınızı açın. Hər kim ki, yəni bunlara uyub öz oruclarını bu şəkildə açıblarsa, demək olar ki, Quran orucları batil hökmünədir və Allah sonsuz şükürlər olsun ki, Quran-ı Kərim açıq-aşkar, yəni bu hökmü bizim üçün bəyan etmişdir.